Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Cəlil müəllimin test topusu suallara qaldığımız yerdən davam edirik. 31-ci sual. Tura Yerdal Sakit Okeanda yaşayan əhalinin hansı ərazidən gəldiyini fərz edirdi? Deməli, Norveç səyyahı Tura Yerdal Sakit Okean adalarında yaşayan insanların Cənubi Amerikadan üzərək bura gəldiyini fərz etmişdi. Hətta o bu fikrini sübut etmək üçün qədim dövrlərdəkinə oxşar gəmi hazırlayıb və onun köməyi ilə okeanda sahildən xeyli uzaqda yerləşən adalara üzüb çata bilib. Yəni cavab Cənubi Amerika olacaq. 31-in cavabı A variantı. 32-ci suala baxırıq. Düzgün olmayan fikri müəyyən edin. A. Kompasdan ilk dəfə Çində istifadə edilmişdir. Bəli. B. Böyük coğrafi kəşflər dövrü Fernand Magellan dünya səyahəti ilə başlamışdır ifadəsi yanlış ifadədir. Çünki böyük coğrafi kəşflər dövrü 1492-ci ildə Xristofor Kolumbun Amerikanı kəşf etməsi ilə başlayıb. Yəni düzgün olmayan fikir B variantıdır. Digərlərinə də baxaq. C. Mərkəzi və Cənubi Amerikanı İspan və Portuqallar, Şimali Amerikanı fransızlar və ingilislər öyrənərək mənimsəmişlər ifadəsi doğru ifadədir. Deyə baxırıq, Avropalılara məlum olan Asiya, Şimali Afrika, Avropa, Köhnə Dünya adlanırdır ifadəsi də həmçinin doğru ifadədir. Merkatorun xəritəsində Avstraliya materiki təsvir edilməmişdir. Bu ifadə də doğru ifadədir. 32-nin cavabı B variantıdır. Sual 33. Doğru olmayan fikri müəyyən edin. A. Avstraliyanın sahillərinə ilk gələn Yanson olmuşdur. Bəli, doğrudur. B. Yeni Zelandiya adalarını Abel Tasman kəşf etmişdir ifadəsi də doğrudur. C. Abel Tasman Yeni Zelandiyanın iki müstəqil adadan ibarət olduğunu müəyyən etmişdir ifadəsi yanlış ifadədir. Çünki Abel Tasman yox, James Cook Yeni Zelandiyanın iki müstəqil adadan ibarət olduğunu müəyyən edib. Ona görə doğru olmayan ifadə C variantı olacaq. Digərlərinə də baxaq. Avstraliyanın materik olduğunu ilk dəfə James Cook sübut edib. Bəli. Cənub coğrafi qütbünün kəşfi Antarktidadan sonra olmuşdur. Bəli, bu ifadə də doğrudur. 33-cün cavabı deməli oldu C variantı. 34-cü suala baxırıq. 1943-cü ildə hansı səyyahlar suyun 40 metr dərinliyə qədər sahələrini öyrənmək üçün akvalanq hazırlamışlar. Həmin səyyahlar Jacques-Yves Cousteau və Emil Ganyan olmuşdur. Yəni variant 34-də A olacaq. Sual 35. Hadisələrin baş vermə ardıcıllığını müəyyən edin. 1. Marian çökəkliyinin Vityaz gəmisi tərəfindən ölçülməsi. Gəlin illəri yazaq, sonra ardıcıllığı müəyyən edin. Deməli 1, 2, 3, 4, 5. Deməli, Marian çökəkliyinin Vityaz gəmisi tərəfindən ölçülməsi olub 1957-ci ildə. Yazaq bunu. 1957-ci il. Kitabı yazmağı xoşlamıram, ona görə vərəqdə yazıram. 2. Challenger gəmisinin səyahəti də olub, deməli, hansı illərdə? 1872, 1876-cı illərdə. Sonra ilk dəfə suyun 40 metr dərinliyə qədər öyrənilməsi üçün akvalanqın hazırlanması bayaq dedik 1943-cü ildə olub. 1943. 4. Okeanların dərinliyini ölçmək üçün exolotun kəşf edilməsi, deməli bu 1-ci Dünya müharibəsi dövründə olub, yəni 1914, 1918-ci illərə təsadüf edir. Şimal coğrafi qütbünün kəşf edilməsi təbii ki 1909-cu ildə Robert Peary tərəfindən olub. İndi asanlıqla artıq illəri sıralaya bilərik. Ardıcıllığı müəyyən edək. Deməli, birinci 1872, 1876, yəni 2 gələcək. Sonra gələcək 1909, yəni 5. Sonra gələcək 1914 və 18, yəni 4. Sonra gələcək 1943, 3. Və sonra gələcək 1957. 2, 5, 4, 3, 1 variant olaraq 35-də cavab A variantı. Sual 36. Aleksandr Humboldta aid olmayan fikri müəyyən edin.
A. Cənubi Amerika və Şimali Amerika materiklərində səyahətdə olmuşdur. Bəli, doğrudur. B. Mərkəzi və Cənubi Amerikadakı vulkanları öyrənmişdir ifadəsi də doğru ifadədir. C. Cənubi Amerika materikinin geoloji xəritəsini hazırlamışdır ifadəsi də doğrudur deyə baxırıq. Cənubi Amerikanın şərq sahillərindəki isti cəryanların materikin iqliminə təsirini öyrənmişdir ifadəsi yanlış ifadədir. Çünki şərq sahilləri yox, qərb sahillərində okean cəryanlarının materikin iqliminə təsirini öyrənib, yəni doğru olmayan ifadə D olacaq. E-yə də baxaq, Amazon və Orinoco çayı hövzəsində tədqiqatlar aparıb ifadəsi təbii ki, doğru ifadədir. Ona görə biz D variantını götürəcəyik 36-nın cavabı olaraq. Keçdik 37-ci suala. Qeyd edilən fikirlərin kimə aid olduğunu müəyyən edin deyir. Kongo, Zambezi çaylarının yuxarı axarlarını öyrənmişdir. Nyasa və Tanganika göllərini öyrənmişdir. Viktoriya şəlaləsini kəşf etmişdir. Təbii ki, bu İngilis səyyahı David Livingstone olmuşdur. 37-nin cavabı D variantı. Sual 38. Uyğunluğu müəyyən edin deyir. Əraziləri verib, bir də öyrənən səyyahları verib. Gəlin müəyyən edək. 1, 2, 3, 4. Deməli, Afrikanın dərindən öyrənilməsi Stenli tərəfindən olmuşdur. Yəni 1-ə Y uyğun olacaq. 2-yə Mərkəzi və Şərqi Asiyanın öyrənilməsi. Mərkəzi Asiyanı Prjavasky, Şərqi Asiyanı Dijinyov öyrənilib. Ona görə 2-yə D və C-ni aid edəcəyik. D və C. Sonra Şimali Amerikanın öyrənilməsi John Cabot və Mackenzie tərəfindən A, F, 3-ə aiddir. Şimal coğrafi qütbünün kəşfi də təbii ki, Robert Peary tərəfindən olub. Yəni 1-ə Y, 2-yə D, C, 3-ə A, F, 4-ə B variant olaraq 38-ci cavabı A variantı. Sual 39. Dünya səyahətlərini ardıcıllıqla düzün deyir. Deməli, Francis Drake'in səyahəti, Magellan'ın səyahəti, James Cook'un, bir də Kruzenstern və Lisyanskinin dünya səyahəti. Gəlin illəri qeyd edək, sonra ardıcıllığı düzək. Deməli, 1. Francis Drake'in səyahəti olub 1577 1580-ci illərdə. Deməli, sonra Magellan'ın dünya səyahəti olub 1519 1522-ci illərdə. 3. James Cook'un səyahəti, deməli, birinci səyahətindən yazacaq, birinci səyahətini 1768-1771-ci illər arasında olub. Kruzenstern və Lisyanskinin dünya səyahəti də deməli 1803-cü ildə başa çatıb. Onu yazaq 1803. Deməli, indi ardıcıllığı asanlıqla düzə bilərik. Deməli, birinci Fernand Magellan'ın dünya səyahəti olub 1519-1522. Sonra olub Drake'in, yəni dünya səyahəti 1577-1580. Sonra olub James Cook'un səyahəti 1768-1771 və ən sonunda da olub Kruzenstern və Lisyanskinin səyahəti 2-1-3-4. Doğru cavab A variantı. Sual 40. Böyük coğrafi kəşflər dövrünə aid deyil. A. Fernand Magellan'ın ilk dünya səyahətinə çıxması aiddir. B. Francis Drake'in Atlantik okeandan Sakit okeana keçməsi aiddir. Vadzimillerin Yeni Dünyaya Amerika adını verməsi, bəli, bu da aiddir. Vasco da Gama'nın Hindistana dəniz yolunu kəşf etməsi də həmçinin böyük coğrafi kəşflər dövründə olub. Okean dibinin ölçülməsi, exolotun kəşf edilməsi,
Bu böyük coğrafi kəşflər dövründə olmayıb. Deməli, exolotun edilməsi Birinci Dünya müharibəsinə təsadüf edib, yəni 1914-1918-ci illərə. Ona görə Y variantı səhv cavabdır. Bizdən də aid olmayan cavabı soruşurdu böyük coğrafi kəşflər dövrünə, yəni Y variantını götürəcəyik. 40-ın cavabı Y variantı. Bu video üçün bu qədər. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Gələn test tapşırıqlarında görüşmək üzrə.